Arvadı ilə dalaşandan sonra qeyri-adi gücə sahib olan kişinin inanılmaz rekordu. Xoş vaxtlı, kir dana, bəsdi dana ta. Fatma kim demiş gəlinləmə? Sitat gətirmə, gətirmə. Bir çoxları gərgin vəziyyətdə olanda sakitləşmək və nəfəs almaq üçün açıq havaya çıxmağa üstünlük verirlər. 15-20 dəqiqəlik gəzinti stres atmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Koronavirus pandemiyasının hökm sürdüyü dövrdə İtaliyanın Como şəhərində yaşayan 48 yaşlı kişi evdə arvadı ilə mübahisə elədikdən sonra hava almaq üçün küçəyə çıxır. Elə hər şey bundan sonra başlayır. Sakitləşmək üçün nə az nə çox 450 kilometr piyada yol gedir. İtaliyanın şimalındakı Como'dan Adriatik sahilindəki Fano şəhərinə qədər çatır. Gecə saat 2-də polis tərəfindən saxlanılanda isə bir həftə əvvəl arvadının onu itkin kimi axtarışa verdiyi məlum olur. Nə üçün bu qədər uzun yolu piyada gəlmisən sualına cavabında isə sürətini azalda bilmədiyini, nə qədər yol getdiyinin fərqində olmadığını, sadəcə biraz yorğun və hirsli olduğunu bildirib. İtalyan sosial şəbəkələrində Forrest Gump ləqəbi ilə məşhurlaşan İtaliyalı komendant saatını pozduğuna görə 400 avro cərimə olunaraq arvadına təhvil verilir.